Salam hörmətli yoldaşlar, hər vaxtınız xeyir olsun. Bundan əvvəlki ədəbiyyat dərsimizdə şifahi xalq ədəbiyyatı mövzusu üzrə sual cavab eləmişdik. İlk 30 sualı, indi isə qaldığımız yerdən 31-ci sualdan davam eləyirik. Sual belədir. Körpəsini əyləndirən, əzizləyib oynadan ananın oxuduğu nəğmələr nə sayılır? Oxşamalar. 32-ci sual, oxşamaya bəzən nə deyilir? Nazlama. 33-cü sual, oxşamalar nə şəklində olur? İkili və dörllük şəklində. 34-cü tapşırıqda şeir nümunəsi verilib. Gəlin görək hansı janrdadır. Balama qurban inəklər, balam haçan iməklər. Tüstüsüz damlar, sarı badamlar. Tənbəl adamlar, bu balama qurban. Bu nə sayılır? Oxşama sayılır. Balama qurban inəklər, balam haçan iməklər ikilik. Tüstüsüz damlar, sarı badamlar, tənbəl adamlar, bu balama qurban. Bu isə dörllük şəklində olan oxşama nümunəsidir. 35-ci sual. Xalqın igid oğullarını düşmənlə döyüşə, qəhrəmanlığa, mərdliyə səsləyir. Hansı nəğmələr? Qəhrəmanlıq nəğmələri. 36-cı sual. Bu qəhrəmanlıq dastanlarında sərkərdə xalq qəhrəmanı bu nəğmələr vasitəsilə öz sərdaşlarını tərifləyir, onları bahadırlığa, düşmənlə döyüşdə əzm, mətanət, igidlik nümayiş etdirməyə səsləyir. Söhbət hansı dastanlarımızdan gedir? Əlbəttə ki, Kitabi-Dədə Qorqud və Koroğlu kimi qəhrəmanlıq dastanlarımızdan. Aşağıda verilən nümunə hansı janra aiddir? Dəllərim, bu gün dava günüdür, müxənnət ordusu talanmaq gərək. Aiddir qəhrəmanlıq nəğməsinə. Sual 38. Kövrək, həzin duyğuları, səmiyyəti, məhəbbəti, insanın könül dünyasını əks etdirən lirik folklor nümunələrdir. Nələr? Bayatılar. Bayatılar həzmcə necə olur? Kiçik. 40-cı sual tapşırıq. Bayatılarda ifadə olunur nə? Vətənin müqəddəsliyi, insanın məhəbbət, vüsal, ayrılıq, həsrət duyğuları, ümid və nisgili. 41-ci sual. Mövzu, məzmun baxımından bayatıların əsasən hansı növləri var? 3 növü var. Bunlar aşağıdakı kimi müəyyən olunmuşdur. Birinci, vətən sevgisi, vətən həsrətindən bəhs edən bayatılar. İkincisi, məhəbbət, ayrılıq, vətən haqqında bayatılar. Üçüncüsü, mərdlik, mübarizlik, qorxmazlıq haqqında bayatılar. 2-də məhəbbət, ayrılıq, həsrət haqqında bayatılar. Deməli, bu 3 mövzu üzrə bayatılar məzmunca bizə gəlib çatmışdır. 42-ci sualımız. 4 misradan ibarət olan bayatın hər misrasında neçə hecə olur? 7 hecə olur. 43-cü tapşırıq. 1-ci, 2-ci, 4-cü misralar necə olur? Həm qafiyə olur və 3-cü misra sərbəst olur. 44-cü sual. 1-ci, 2-ci misralar isə sonraki 2 misrada söyləniləcək fikir üçün zəmin yaradır. Bəli. Bir nümunə verilib, onun janrı müəyyən edəcəyik. Əzizim, vətən yaxşı, geyməyə kətan yaxşı. Gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı. Əlbəttə ki, bu bayatı nümunəsidir. 46-cı tapşırıq. Lirik növün mahnı janrı nəğmədən nə ilə fərqlənir? Bunu bilək vacibdir. Özünə məxsus musiqi havasının olması ilə fərqlənir. Və bu mahnılar nəğmələrə nisbətən daha sonraki dövrlərdə yaranmışdır. 48-ci tapşırıq. Bu mahnılarda xalqın ruhu, sevinci, kədəri, ən zərif duyğuları, təbiətə məhəbbəti və s. öz əksini tapır. Hansılardan söhbət gedir? Qaragilə, apardı səllər saranı, İrəvanda xalq qalmadı, xalq mahnılarından söhbət gedir. Janrı. Burada mahnı nümunəsi verilib. Evimizin qabağından bu gələn arxdır, Qaragilə, yar gələn vaxtı. Yarım gəlib çıxmayır, ovqatım taxtdır, Qaragilə, ovqatım taxtdır. Dərbənd aralı, könlüm yaralı. Bir qız sevmişəm, Qaragilə, ellər maralı. Nədir bu? Mahnı nümunəsi. 50-ci tapşırıq. Epik növün hansı janrları var? Əfsanələr, rəvayətlər, lətifələr, atlar, sözlər və məsələlər, tapmacalar, yanıltmazlar və nağıllar. Əlbəttə ki, bu epik növün şifahi janrlarıdır. Yazılı janrlar isə burada qeyd olunmayıb. Onlar inşallah növbəti dərslərimizdə onları da vurğulayarıq. Əlbəttə ki, orada aiddir hekayələr, povestlər, romanlar və s. 51-ci sual. Folklorun qədim janrlarından olan əfsanələrdə söz asılır nədən? Ağlasılmaz, möcüzəli, fantastik, səciyyəli, qeyri-adi hadisələrdə, yəni real həyatda baş verməyən hər hansı bir hadisələrdən bəhs edilir. Əfsanələri digər epik əsərlərdən fərqləndirən səciyyəvi cəhətlər nələrdir? İnsanın daşa, heyvana çevrilməsi, dağların, güllərin dil açıb danışması. İnsana xas məlumatlara malik olur. Müxtəlif planetlər, əşyalar, heyvan və quşlar. Heyvan və quş adlarına bağlı əfsanələr necə adlanır? Zoonimik, yer adlarına bağlı əfsanələr adlanır toponimik, tayfa, xalq nəsli adlarına bağlı əfsanələr adlanır etonimik, saat cisimlər haqqında əfsanələr adlanır kosmogonik. Gördüyünüz kimi 4 qrupa ayrıldı. Səməndər quşu əfsanəsində nələr öz əksini tapıb? Oda inam, quşa tapılma motivləri. Əfsanəyə görə Səməndər quşu balalarını Qaradava savuşduğunu görəndə nə baş verir? Sevincindən Polad dimdiyini çaxmaq daşı olan caynağına vurur. Bu zaman onun qovdan olan tükü alışır və yanaraq külə dönür. Səməndər quşu. Maraqlı bir əfsanədir. Növbəti 60-cı tapşırıq. Rəvayətlər əfsanələrdən fərqli olaraq üzr sayın, tarixən baş vermiş bu və digər şəxsiyyətlə bağlı real həyat hadisələri zəminində yaranır. Tarixi şəxsiyyətlər və yer adlarına bağlı rəvayətlər hansılardır? Nuh Peyğəmbər, Astiaq, Tomris və s. Cəmiyyətdə, ailə və məişətdə insan xarakter və əməllərində müşahidə olunan nöqsanları tənqid edən əsərlər nələrdir? Lətifələrdir və buradan yumordan, safradan istifadə edilir. Və növbəti sualda da bu qeyd olunur. Lətifələrdə yumorla yanaşı nə olur? Satira, sarkazmda mühüm yer tutur. Qeyd edək ki, yumor islah edici gülüşdür. Satira isə ifşa edici, daha sərt xarakterə malik olan bir gülüş növüdür.
64-cü tapşırıq. Xalq arasında lətifələr kimlər haqqında daha çox? Molla Nəsrəddin, bir də Bəhlul Danəndə haqqında lətifələr daha geniş yayılıb. Müdrik məzmun ifadə eləyən, yığıcan bitkin ifadələri nələr? Atlar sözləri və məsələlər. Müdrik sözlər, qanadlı sözlər də deyirlər. Nəyə? Atalar sözləri və məsələlərə. Atlar sözündə fikir ifadə edilir. Necə? Ümləşmiş bitkin şəkildə. İş insanın cövhəridir. Bu gün işini sabaha qoyma, yüz ölç, bir bis və s. Nəyə aiddir? Atlar sözlərinə. Atlar sözlərindən fərqli olaraq məsələlər müəyyən əhvalatla bağlı olur. Məsəl meydana çıxır. Müəyyən əhvalatın, hadisənin nəticəsi yekuni olaraq. Mənasını başa düşmək üçün məsələlərin mütləq bağlı olduğu əhvalatı da bilmək lazımdır. Dava yorğan davası da məsələ ilə bağlıdır. Nə? Molla Nəsrəddin lətifəsi. Bu məsələdən nə üçün istifadə olunur? Münaqişənin, mübahisənin əsl səbəbini göstərmək üçün ki, niyə baş verdi? Müəyyən əşya, hadisə haqqında üstü-örtülü şəkildə məlumat verilir nədə? Tapmacalarda. Burada əsas yer tutur nə? Əşyanın məcazi təsviri, onun səciyyəvi əlamətlərinin təqdimi. Tapmacanı hərfi mənada anlamaq mümkündürmü? Xeyr, dərk etmək mümkün deyil. Aşıq ədəbiyyatında hansı janra bənzəyir? Qıfıl bəndə. Bunu da yadda saxlayaq, oxşar xüsusiyyətdir. Tapmacanın cavabını tapmaq üçün tələb olunur nə? Obrazlı təfəkkür, məntiqi düşüncə. Səs oyunu üzərində qurulan hansıdır? Hansı janrdır? Yalıtmaclar. Yalıtmac nəzmdən yoxsa nəsrdən olur? Hər ikisi ola bilər. Həm nəzm, həm də nəsr şəklində. 81-ci tapşırıq, sual. Eyni səsin oxşar səslənən sözlərin söz birləşmələrinin sırası əvəzlənməsi prinsipinə əsaslanır. Nələr? Yalıtmaclar. Hansı janrda olan nümunələr humoristik məzmuna malik olub, uşaqların nitqinin, tələffüzünün inkişafına kömək edir? Yalıtmaclar. Aşpaz Abbas aş asmış, asmışsa da az asmış. Nəyə aiddir? Yalıtmaclara. Nağıllarda bütün hadisələr bağlı olur. Nə ilə? Əsas qəhrəmanla. Qəhrəman isə əksər hallarda ideallaşdırılır. Nağılın müsbət qəhrəmanı qarşılaşdığı bütün çətinlikləri dəf eləyir, şər qüvvələrə qalib gələrək öz arzusuna çatır. Nağıllar mövzu məzmun etibarı ilə əsasən üç yerə bölünür. Heyvanlar haqqında nağıllar, sehri nağıllar və məişət nağılları. Heyvanlar haqqında nağıllarda hansı motivlər mühüm yer tutur? Haqsızlıq, ədalətsizlik ilə mübarizə. Bu nağıllarda xeyri və şəri təmsil etməklə iki qrupa bölünür. Heyvanlar haqqında nağıllar. Sehirli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, cinlər, divlər, əjdaha, ifritlər kimi sehirli qüvvələrlə mübarizə aparmaq məcburiyyətində qalır. Bu mübarizədə nağılın qəhrəmanına simir quşu, uçaq falçı və s. kimi sehirli qüvvələr, yəni xeyirxah sehirli qüvvələr kömək eləyir. Məişət nağıllarında hadisələr təsvir edilir, həyatda baş verən real hadisələr əsasında, real zəmin əsasında. Bu nağılların qəhrəmanları çox zaman sadə, təvazökar, xeyirxah və fərasətli olurlar. Onlar həyatda necə yaşayırlar, çətinliyi ilə qarşılaşırlar, yoxsulluq içində yaşayırlar. Belə nağılların qəhrəmanları öz arzularına çatmaq üçün mübarizə aparır, dara düşən insanların köməyinə yetişir, çətin sınaqlardan uzaq çıxaraq ağıl və bacarıqları ilə şər qüvvələrə qalib gələ bilirlər. Dramatik növün janrları hansılardır bəs? Xalq oyunları, xalq tamaşaları, şəbihlər. Xalq oyununa aiddir nələr? Xalq oyunları növünə, xalq tamaşalarına nə deyilir başqa? Meydan tamaşaları. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş tamaşasında ön plana çəkilib nə? Tənbəlliyin tənqidi, əməyə rəğbət hissinin oyadılması. Dini tamaşalarda nələr? Şəbihlər. Bu tamaşalar daha çox bağlı olur nə ilə? Məhərrəmlik mərasimləri ilə. Uşaq orqanizminin hərəkətə, fəaliyyətə olan ehtiyaclarından yaranmışdır. Nələr? Oyunlar. Oyunlar uşaqlarda üzə çıxarır nəyi? Təqlidlə yanaşı, düzüb qoşmaq, yaratmaq bacarığını, oyunlar sənətin bir neçə sahəsini özündə birləşdirir. Musiqini, rəqsi, şeiri, aktyorluğu. Kollektiv şəkildə həyata keçirilən uşaq oyunları bölünür nəyə? Oturaq və hərəkətli olmaqla iki yerə. Lal dinməz, əl üstə kimləli, uçdu, aiddir nəyə? Uşaq oturaq oyunlarına. Hərəkətli oyunlara aiddir nələr? Uşaqların fiziki hərəkətləri. Əsas yer tutur burada. Bu oyunlarda istifadə edilir nədən? Əşyalardan. Dəsmalı ver, xəndəyə düşməyə dəyirman. Aiddir necə oyunlara? Hərəkətli oyunlara. Deməli, bunu bir daha deyək. Deməli, kollektiv şəkildə həyata keçirilən uşaq oyunları bölünür iki yerə. Oturaq və hərəkətli olmaqla. Lal dinməz, əl üstə kimləli, uçdu. Bunlar oturaq oyunlardır. Dəsmalı ver, xəndəyə düşmə isə hərəkətli oyunlardır. Bundan da növ və janrlar üzrə yekunlaşdırdıq. Aşıq yaradıcılığı haqqında var. Onu da deyək və şifahi xalq ədəbiyyatını bütövlükdə yekunlaşdıraq. Aşıq yaradıcılığı, aşıq şeirini şifahi xalq ədəbiyyatının digər sahələrindən fərqləndirən əsas cəhətlərdəndir. Müəllifin məlum olması. Aşıqlar qədim dövrlərdə adlandırılıblar nə? Dədə, bəzən də ozan, varsaq. Aşıqların daha çox müraciət etdikləri janrlar nələr? Qoşmalar, cəraylılar, bayatılar. Aşıqlar iki qrupa bölünür. Bir qismi yaradıcı olub, şeir qoşur, dastan yaradır və onları ifa edirlər. Bir qismi isə daha çox mövcud əsərlərin ifası ilə məşğul olur. Yaradıcı aşıqlarımız kimlərdir? Abbas, Aşıq Abbas Farqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Hüseyn Cavan və başqaları. İfaçılar isə Aşıq Əmrah, Aşıq Kəmandar, Aşıq Hüseyn Sarazlı. Bunlardır. Aşıq yazılığına məhsul olan əsər sayılır nə? Dastan, epik, lirik. Ümumiyyətlə qeyd edək ki, dastanlar epik, lirik növə aiddir. Şifahi ədəbiyyatımızda, yazılı ədəbiyyatda isə poemalar epik, lirik növə aiddir. Bu da əlavə bir məlumat olaraq qeyd olunsun. Nəsrlə nəzm epik təhkə ilə lirik təqdimat vəhdətdə olur. Nədə? Dastanlarda. Vətənin müdafiəsi, azadlıq, ədalətsizlik qarşı mübarizə geniş əks olunur. Hansı dastanlar var belə qəhrəmanlıq mövzusunda? Kitab-ı Dədə Qorqud və Koroğlu. Yəni bu əsərlərdə vətən müdafiəsi, azadlıq, ədalətsizliyə qarşı mübarizə geniş öz əksini tapır.
Bu məhəbbət dastanlarında isə azad məhəbbətdən bir-birini sevən gənclərin dözüm, sədaqət, ağıl və cəsarət sayəsində qovuşmasından bəhs olunur. Şah İsmayıl, Aşıq Qərib. Bunu qarışdırmayaq. Yəni Şah İsmayıl və Aşıq Qərib dastanları məhəbbət mövzulu dastanlardır. Məhəbbət dastanları necə başlayır? Usadnamə ilə, necə bitir? Duvaq qapma ilə. Aha, bəs duvaq qapma nə vaxt olmaya bilər? Əgər məhəbbət dastanı faciəvi sonluqla bitərsə. Belə əziz yoldaşlar, bu sual-cavab videosunda burada yekunlaşdırırıq. Ümidvarıq ki, bunların hər biri sizin üçün faydalı oldu. Biz 2 video ilə bunları sizə mənimsətməyə çalışdıq. Birdən davam elədik. 109-a kimi ümumi şifahi xalq ədəbiyyatı haqqında məlumat verdik. Sonra da əlavə olaraq 13 dənə aşıq yazısı haqqında sual-cavabına məlumat verdik. Aha. Ümidvarıq ki, qeyd olunanlar sizin üçün faydalıdır və faydalı olacaqdır. Qeyd etdiklərimizin hər biri. Əlavə olaraq da suallarınız yaransa, hər bir halda biz sizin suallarınızı cavablandırmağa hazırıq. WhatsApp üzərindən, sosial şəbəkələr üzərindən bizə yazar, fikirlərinizi bildirə bilərsiniz. Sağ olun, diqqətinizə görə təşəkkür edirik. Minnətdarıq.